deyirlər Yasin duası niyə oxunur? Bəli, bəli. Onun tərcüməsinə baxanda orada ölüyə aid bir şey yoxdur. Ümumiyyətlə, Yasin surəsinin ölüyə oxunması haqqında konkret hədislər var və müəyyən surələr də gəlib ki, Peyğəmbərimiz özü şəxsən buyurub ki, qəbir ziyarətinə getdiniz, ölülərinizə Yasin surəsi oxuyun. Çünki Yasin surəsi surələrin Quranın qəlbi sayılır, ürəyi sayılır. Yəni, ümumiyyətlə, bu mövzuya bir başqa cəhətdən yanaşsaq, insan hansısa bir surəni, ayəni oxuduğu zaman müəyyən bir savab əldə edir. Düzdür, onun mənasını insan üçündür və Quran əlbəttə ki, dirilərə gəlib, əlbəttə ki, bizə gəlib. Sadəcə biz Quranı oxuduğumuz zaman müəyyən bir savab əldə edirik. Necə ki, hədislərdə də bu gəlib ki, filan surəni, ayəni oxuyanda insanın bu qədər savabı olur. İndi sual bundan ibarətdir ki, mən bu qazandığım savabı başqasına hədiyyə edə bilərəmmi? Peyğəmbərimiz buyurur ki, ölülər gözləri sizin əllərinizdədir. Necə bir-birinizə hədiyyə verdiyiniz zaman hədiyyə alan şəxs sevinər, əgər siz Quran-ı Kərimi oxuyub ölülərin ruhuna hədiyyə etsəz, o da sizdən hədiyyə aldığına görə sevinər, şad olar. Yəni, hətta bu yerə qədər var.